bala, sən krediti ödəmisən? Ay mama, yadımdan çıxıb, ödəməmişəm. Bugün kreditin axırıncı günüdür. Get həll elə. Yaxşı mama, sən mənim yerimə qal. Kostyumları müştəri gəlsə, satarsan ona. Sən get, mən həll eləyərəm. Bu da kim işdi? Salam aleyküm. Aleykum salam. Kostyumlar neçədir? A bala, sən buranı necə tapmısan? Reklamda görmüşəm. Reklamda nə görmüsən? Ay xala, bu nə sualdır? Kostyumların reklamını görmüşəm daha. Reklamın altında və reklamda qiyməti deyilməyib. Bütün Azərbaycan bilir, sən bilmirsən. Ada orada deyirlər 129 manatdır. Ha, bəs bilirsənsə qiyməti niyə soruşursan? Dəqiqləşdirəm, da amma bir şey lazım deyil. Abla, bir daha bura gəl. Nədir? Uzaqdasan, yaxına gəl. Hə. Sən indi reklamı gördün, gəlib kostyumu almadan gedəcəksən. O nə deməkdir ki? Almaq istəmirəm. İndi baxarıq. Ana, krediti ödədim. Müştəri var ki. Hə, 2 dənə kostyum alıb, indi gedir. Razı qaldınız kostyumlardan. Razı qalmasaydı 2 dənə kostyum almazdı. Düzdür? Hə, mən çox razıyam. Mən olar gedim. Əlbəttə, buyurun keçin. Mama, səndən yaxşı satıcı olar, alırsan. Ay bala, sən hələ öz anavı yaxşı tanımırsan. Ala bunu işdə lazım olar. Və krediti bir də gecikdirmə, anladın? Sağ ol. Одной головы соседи на весь пух и прах. Все на горе, брат.